Hər vaxtınız xeyirli olsun dəyərli dostlar, xoş gördük sizləri. Masazır qəsəbəsində yolun kənarında 6 mərtəbəli binanın 2-ci mərtəbəsində padmayaq təmirli, yəni yarı təmirli deyilir. Tok sistemləri çəkilib, elektrik sistemləri çəkilib. 2 pəncərədir. Görürsünüz, bax burada da pəncərə var, bu hissədə də. Masazırda bax deyim, bura zal hissəsidir. Burada yolun kənarında yerləşir. Kateverlə üzbəyüzdür. Burada Madeira mebeldə var, bax. Yolun kənarı düz. Mərkəzi yolun kənarındakı 6 mərtəbəli binanın 2-ci mərtəbəsi. Sənədi kubçadır. Kubçalı. 72 kvadratdır sahəsi. Özümüz ölçmüşük dərinliyinə. Burada deməli bəzi elektrik, deməli təmirə lazım olan bəzi materiallar da var. Yəni evdə qalacaq bunlar. Kərpicdən tutun, qum da var. Simentdir, sonra şpaqlovkadır. Elektrik şunurlarıdır. Bunlar çəkilib hazırda, amma əlavə yenə də qalacaq. Bura onun uşaqlar üçün nəzərdə tutulmuş otağıdır. Burada da eyvanı var. Böyrə düşür. 2 eyvanlıdır. Burada mətbəx nəzərdə tutulub bu hissədə. Bu koridor, bax giriş qapısı buradır. Buradan girəndə sanitar qoşağı bu hissədədir. Təmirsizdir. 1100 manatdan. Burada yataq otağıdır. Böyüklər üçün yataq otağıdır, görürsünüz. Gün işığı da düşür. Mətbəxi burada nəzərdə tuturlar. Yəni 3 otaq etmək üçün. Əgər mətbəxi bura keçirsəniz, bura 2 otaq orijinal, 2 otaq kimi qalacaq. Mətbəx ancaq burada olsa 3 otağa düzəldirsiniz. Əla proyektdir. 6 mərtəbəli binanın 2-ci mərtəbəsində yarı təmirlidir. Demək olar ki, yəni təmir deyəndə şpaqlovkası çəkilib, elektrik xəttləri çəkilib, kanalizasiya düzəlib hamısı. Qiyməti 1100 manatdan 72 kvadratı vurun 1100 manata. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım bizə.